Bir müddət bundan əvvəl sosial şəbəkələrdə 16 yaşlı qızın ana olması ilə bağlı xəbərlər yayılmışdı. Həmin qız Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilmişdi. Lakin bugün həmin qız sığınacaqdan heç kəsə xəbər verməyərək qaçıb gedib. Xanım sığınacağa daxil olan zaman 6 aylıq hamilə idi. 27 gün bundan əvvəl ana olmuşdu. Gələndən sonra həmişə deyirdi ki, bacısından söhbəti oldu burada. Bacısına dedi ki, onsuz da mən sevirəm onu. Mən ona gedəcəm, uşağın atasına. 9-un yarısı olub. Hamı yeməkxanadan sonra meyvə yeyib, çay içirlərmiş. Bu qız əvvəldən hazırlaşıb, geyinib, keçinib, hamı soruşub ki, hara gedirsən, deyib heç hara. Bir də baxıblar ki, qız yoxdur. Qaçıb gedir. Oğlanın gah 27 yaşlı idi, gah 17 yaşlı idi, uşağı qoyub gedir. 6 aylıq hamilə olduğu anasının 7-si günü aşkarlanıb xalası tərəfindən. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, axtarış elan edilib. Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.